Cümləni tamamlamaq üçün nöqtələrin yerinə uyğun ifadələri müəyyən edin. Birincidə deyir ki, bağlayıcısı cümlələr arasında əlaqə yaradır, həmcins üzvlər arasında işləmir. Demək, cümlələr arasında əlaqə yaratsın, həmcins üzvlər arasında işlənməsin. Biz burada tabirlik bağlayıcısını götürəcəyik. Çünki tabirlik bağlayıcıları budaq cümləni baş cümləyə bağlama vasitəsi kimi iştirak eləyir, amma həmcins üzvlər arasında işlənmir. Ona görə 3-ü götürək. Bağlayıcısı həmcins üzvlər arasında işlənir, cümlələr bir-birinə bağlamır. Həmcins üzvlər arasında işlənir deyirsə, tabisizlik bağlayıcısıdır. Cümlələri bir-birinə bağlamır, iləni götürürük. Çünki ilə həmcins üzvlər arasında işlənir, amma cümlələr bir-birinə bağlamır. Vədir, ancaqdır, həm də bunlar tabisizlik bağlayıcılardır. Həmcins üzvlər arasında da işlənər və cümlələr də bir-birinə bağlayır. Cavabımız olmalıdır D variantı 3 və 5.